Bunlar akne deyil. Keratozis pilaris, milium, folikulit. Əgər üzünüzdə və ya bədəninizdə bu görüntüləri müşahidə edirsinizsə, biraz dayanın. Çünki bunlar akne deyil. Bəs akne nədir və necə yaranır? Komedonlar, papulalar, pustulalar və nodullar da aknenin bir parçasıdır. Bəzən bu proses illərlə davam edir, dəridə izlər və ləkələrlə nəticələnir. Hormonal dəyişikliklər, stres, qeyri-düzgün qidalanma və genetik faktorlar aknenin yaranmasına səbəb olur. Sadəcə üzə krem çəkməklə aknenin keçməyini gözləmək düzgün deyil. Akne üzə prosedur və daxildən də müalicə tələb edir. Bəs müalicə necə olur? Thank you.